bayram qabağı köhnə ili yola salırıq, yeni ili neyinirik? Evimizə, şəhərimizə, ölkəmizə dəvət edirik. Bir il bizimlə olacaq və bu şəxslərə 200 manat müavinət veriləcək, prezident sərəncam verib. Prezident İlham Əliyev az təminatlı ailələrə bir dəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Teleqraf, təbii ki, istinad edirəm Teleqrafa. Dövlət başçısının imzaladığı sərəncama əsasən Dünya Azərbaycanlılar Həmrəylik günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində bir dəfəlik maddi yardım ediləcək. Maraqlıdır. Bu sərəncamın birinci hissəsinin icrası məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən artıq pul ayrılıb. 15 milyon 300 min manat pul ayrılıb və ayrılacaq, daha doğrusu bu deyim. Sərəncamın icrası Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Hörmətli ünvanlı dövlət sosial yardımı alanlar, İnşallah 2025-ci ili yola salanda, 2026-cı ili evinizə, mənzilinizə dəvət edəndə, ölkəmizə dəvət edəndə dövlət başçısı tərəfindən, hörmətli prezidentimiz tərəfindən sizin hər birinizə bir dəfəlik 200 manat yardım olunacaq.